Herkese salam. Kanalıma hoş gelmişsiniz kızlar. Sizi uzaq Sevirdən, Noyabr şəhərindən salamlayıram. Herkesin günü aydın olsun. Hayatı güzel keçsin inşallah ki. Bu videoya baxan, like edən herkesi salamlayıram. Allah'ın salamı olsun sizlərə. Özümə bugün hazırlamışam kızlar. Burada pendirdir və bir adet halal sosiska içində və hardasa 20 gram pendir. Bir adet kofedir. Burada cappuccino'da üzerine əlavə eləmişəm bir qaşıq qara kofe və şeker əvəzedici. İstədim biraz krepçi olsun da çünkü cappuccino özü zəifdir. Belə. Hamı yanlış olsun. Mən bu lavaşı tavada qızartmağı xoşlayıram. Qurutmağı xoşlayıram daha doğrusu. Pendir də içində belə dartılır. Mənim xoşuma gəlir. Hər kəs yanlış olsun. Mənə də həmçinin. Qızlar, böyük oğlum mənə dünən artıq hədiyyə elədi. Oturmuşduq, hələ 20'si idi. Gördüm ki, akşam saat hardasa 8 idi. Eve geldi ve bu güzel paketi mənə gətirdi və bir dənə də tort var idi. Plambir tortu, xalacinlikdədir. Demək ki, burada nə var? Burada belə bir kaşalok var. Böyle bir kaşalok var burada. Sonra belə bir əlcək alıb mənə. Ağ puşesti əlcəklər. Bunları qoyum bu yana. Narın məhsullarıdır. Belə bir əlcəkdir və bu kurtka giymək üçündür də, yəni bilirsiniz yəqin. Sonra belə bir duhidir. Böyle açılır üstündən. Bu formadadır. İyi də qəşəngdir, möhtəşəmdir. Dırnağa yazıldım nəhayət ki kızlar ayın 23'ünde. Ona göre de rahatam. 23'ünde saat 3'ün yarısında evdeyim həmin günü. Birdən belə at krizi çıxadı. Birdən belə ruçkaydı. Sonra 2 cür şam idi, tort şamları idi. Və bir tort. Ağplan bir torttum. Belə. Çox sağ olsun hədiyyəyə görə. Mamanın balası, mən böyük balam. İkinci oğlum da gedib bir dənə tort almışdı. Axşam gəldilər, məni təbii ki təbrik elədilər bütün ailəlikcə. Qızım da zəng eləmişdi. Bir yerdə elə təbrik elədilər. Sonra qardaşım yoldaşı ilə zəng elədi. Onlar da artıq saat 1'in yarısı idi. Onlar da danışdıq, təbrik elədilər. Amma çox sağ olsun hər şeyə görə. Həqiqətən çox xoş idi mənə. Və təbii ki dünəndən təbriklər yazılır, gəlir. Allah hamıya can sağlığı, uzun ömür versin. Mənə çox xoşdur ki, məni dəyərləndirirlər, sevirlər və təbii ki, bu qarşılıqlıdır. Həqiqətən çox kövrəldim, çünki saat 12'də tortu gətirəndə qızım, balaca qızım, yoldaşımdan, roğanlarından bir yerdə gəldilər, musiqi yandırdılar, doğum günü musiqisini və təbrik elədilər məni. Mən çox təsirləndim. Əvvəla Madonna yanımda değildi. Sonra mamam yoxdur və Məhəmməd də məndən uzaqdır Rihanna ilə. Ona görə biraz təsirləndim, ağladım. Qızım dedi, yox ağlama, bugün sənin günündür, mama olmaz. Amma ki, heyif ki, bütün sevdiklərim yanımda deyil. Bu həyatın işidir, belədir qızlar. Qızlar, bu hədiyyələri mənə qızım Bakıdan göndərib. Demək, Bakıdan göndərib deyəndə ki, pul göndərib, oğlum alıb buradan. Dünən gətirdi, verdi. Artıq dünən doğum günüm keçdi. Evdə olduq çünki qonaqlarımız da olmuşdu, ona görə evdə oturduq. Yeməyi, hər şeyi evdən evə zakaz elədi, gətirdilər. Belə hazır vəziyyətdə sadəcə evdə oturduq. Bu şampundur. Şimdi ilk dəfə də istifadə eləməmişəm belə bir şey. Deyir ki, mama bunun balzamını da alarsan sonra. Bu dedi пенка для умывания. Vitamin C ilə belə bir aşoska aldırıb özü seçib mağazadan oğlum almışdı.
Bu Lekub pomada çox da tünd deyil, amma rəngi görünür ki, elə bil ki, görünür tündür, amma tünd deyil əslində, açıq rəngdədir bu. Bir də dedi ki, bu tuş dedi, gözəl tuşdur, bilmirəm valla. Baxaram. Dedi ki, qəşəngdir, amma şötkası çox balaca göründü. Amma madam dedi ki, mama bir şey deyil, qəşəng tuşdur. Bu mənim güllərimdir qızlar. Bu gül mənə yoldaşım hədiyyə elədi dünən, amma bunu deməli tanışımız var, bir qadın xeylağı. O mənə dünən hədiyyə göndərmişdi. Sözün düzü heç demədilər kimdir. Kuryer gətirdi, mən də qalmışam. Görəsən kimdir? Və bunu gətirib verdilər. Sağ olsunlar. Belə. İndi saat 8-ə işləyib. Belə bir mənzərə. Bu da mənim işim. Görürsünüz ki, hələ ki yaxşı qar yoxdur. Bir balaca. Dünən kommentariyada bir xanım yazmışdı ki, biz Moskvada yaşayırıq, amma bizdə qar yoxdur. Orada necə olur? Biz axı Severdə yaşayırıq. Sever Moskvadan soyuqadır, yəni şimaladır. Ona görə təbiidir, bizdə qar olmalı. Buraya qar demək deyil. Sadəcə buna şaxta deyirlər. Bu qar deyil hələ. Belə qızlar, mən işə hazırlaşıram. Gedim, yeməyim var, dünəndən qalıb. Ona görə yemək pişirməyəcəm. İndi nara kaşa pişirəcəm və salam. Mən öz yeməyimi qablarını götürüm və hazır qalım. Belə. Qızlar, dünən nəhayət ki dırnağa getdim. Demək, əvvəlcə yazıldım 23-də saat 3-ə. Sonra qız zəng elədi, dedi ki, bəs mən uşağımla heç kəs yoxdur. Kimsə otursun, körpə uşağı var. Bəs olar ki 24-ünə, dedim, yox 24-ünə olmaz. Mən bugün rəşidət eləmişdim. Nəsə sonra zəng elədi, dedi ki, hə yaxşı onda gələrsə saat 4-də. O gün getdim. Bizim şəhərdə deməli burada belə bir bina var. Targoviy Sentr Zodiak deyirlər. Amma gedib oranı görəndə inanırsınız, o qədər gülmüşəm. Targoviy Sentr deyirlər, amma bir mağazindir, xırda bir mağazindir. Yanında da ki üstündə bir stroyka kimi bir şey var. Tam tikilməyib, bitməyib yəni ki. Sonra da orada otaqlar var idi. Yuxarıda kabinetlər var idi. Gözəllik salonu kimi deməzdim. Sadəcə hər kəs özünə bir otaq götürüb və orada geniş deyirlər. Belə bir manikür qaroç eləmişəm. Nəsə belə istədi ürəyim həqiqətən də. Ona görə də bunu elədim. Belə manikür ilk dəfədir. Bir də qızlar oturmuşam indi burada çay içirəm. Çay içirəm və demək istəyirəm ki, bəs neçə vaxtdır həqiqətən də mən düzgün qidalanıram. Özümdən hiss eləyirəm, çəkim gedir, amma tərəziyə çıxmıram. Məqsədimə qoymuşam ki, hardasa noyabrın 4-ü yoldaşımın doğum günüdür. Həmin günü çıxacağım tərəziyə. Bilirəm ki, həmin gündə pozacağım diyetamı, ona görə həmin günü çıxaram tərəziyə və baxım görüm nə nəticə əldə edirəm. Bugün tam qriçkadır mənim menümdə. Səhər qriçka südlə idi, günorta qatıqla olmalı idi, amma ki yadımızdan çıxıb almamışıq. Ona görə də mən məcbur qaldım. Xiyar, pomidor, qreçka, tərəvəz, göyərti, bir də ki qaynadılmış yumurta. Belə bir şey yedim. Və burada da mən yəqin ki axşam ojeşini yeməyəcəm, sadəcə çay içərəm. Belə bir fenik almışam bugün. İndi bir ədəd bundan çay içirəm. Sonra axşama da yəqin ki çay içəcəm və salam. Belə qızlar. Bir də sizə danışmaq istəyirdim iş barədə. Yəqin ki işimi dəyişəcəyəm, çünki mən o iş qanı eləmir ümumiyyətlə. Həm çox ağırdır və həm iş saatı çoxdur, həm də ki inanırsınız əvvəl belə şey yox idi. İndi gələn kimi işə deyirlər ki, hə siz maloçkanı düzəldin, sonra gedin kalbasla düzəldin, sonra da zamorozkalarda qoyublar üstümüzdə. İndi demək zamorozkalardakı korobkalar, balıqlar, sonra pilmenilər, bilmirəm nələr, zamorоженный tərəvəzlər. Ona görə də mən qərar verdim ki, işdən çıxım. Çünki bu iş mənim üçün deyil həqiqətən. Çox ağır işdir. Mən düşünürəm ki, qadın üçün belə iş tam normal deyil.
özümə uyğun bu günləri getmişdim, amma hələ ki dəqiq bilmirəm. Alınsa inşallah ki, həmin işə gedəcəyəm. Sonra mən sizə deyərəm. Alındı ya yox. Bu gün getmişdim. Nəsə yerində değildi. Amma zəng eləmişdilər ki, gedib də baxın da. Başqa şəhərlərdə də mağazin, kurtka mağazinidir. Başqa şəhərlərdə də onun setləri var və bizim şəhərdə də var təbii ki. Mən getdim ora, orada nəsə yerində deyildi. Dedilər ki, həftənin 6-cı günü sabah və saat 11-də gələcək. Gələrsiniz dedim, yaxşı onda. Sabah gedib baxaram. Belə qızlar, ona görə də bu qədər. Bu videomu burada bitirirəm. Çox sağ olun ki, videoma baxırsınız, izləyirsiniz. Bu yaxınlarda planirovat eləyirəm, gözümdə göstərim. Mən görənlər bu kanalda görüblər, amma görməyənlər yəqin ki maraqlıdır. Çoxları yazır ki, göstərin özünüzü və problem deyil. Sadəcə istəyirdim biraz normaya düşüm, ona görə. Belə qızlar. Hələlik hamınıza çox sağ olun video baxdığınıza görə. Xahiş edirəm kim abunə deyilsə abunə olun, like edin. Təşəkkür edirəm.